Salam dostlar. Bugün mən sizə Payer-i necə qeydiyyat keçmək lazımdır Payer-dən və Payer-ə necə pul atmaq lazımdır, Payer-dən karta necə pul atmaq lazımdır onu göstərəcəm. Bəzi istifadəçilər çətinlik çəkirlər Payer-dən istifadə etmək üçün və onlara istədim bir dərslik kimi hazırlayım ki, necə qeydiyyat keçirlər və necə hesablarına pul otururlar onu bilsinlər. Deməli, Payer-dən qeydiyyat keçmək üçün aşağıda videonun altına sizə link verəcəm dostlar. Oradan daxil olarsınız sayta. Linkə daxil olma belə bir səhifə açılacaq dostlar. Payer sizin onlayn cüzdanınız sayılır. Yəni nə edirik dostlar? Gördüğünüz kimi bura logindir və buradan da qeydiyyat olursunuz dostlar. Qeydiyyat tuşuna basırsınız dostlar və gördüyünüz kimi sizin email istəyəcək və sizdən kod istəyəcək. Bura emailinizi yazdıktan sonra dostlar siz bu kodu burada olduğu kimi bura kopyalat edirsiniz və confirm deyərək sign up deyirsiniz dostlar. Təbii ki qeydiyyat üçün sizin emailə təsdiq maili gedəcək. Çox gümancı və onu təsdiq etdikdən sonra sizdən parolunuzu yazmağı istəyəcəklər və parol yazdıqdan sonra eynən də sizdən sekret söz istəyəcəklər. Yəni hər hansı bir rəqəm də ola bilər və söz də ola bilər və master key deyilən bir şey olacaq. Bu master key nəyə yarayır dostlar? Master key və sekret yəni sözü siz özünüzdə screen edib saxlayarsınız və saxlayarsınız ki sizdən Payer nə vaxtsa bir vaxt istəsə pul böyük bir summa yatırdığınızda və kartınıza köçürdüyünüzdə o kodu istəyə bilər və ona görə onu bu sekret sözlə master key şifrəsini, 3 rəqəmli şifrəni bir yerə qeyd edin, saxlayın dostlar. Və indi mən öz profilimə daxil olacağım dostlar. Bəli, mən öz profilimə daxil oldum çünki mən qeydiyyat olmuşdum. Yəni qeydiyyat çox rahatdır. Yəni adi standart qayda ilə qeydiyyat oluruq dostlar. Və bizim qarşımıza belə bir şey gəlir. Burada dollar hesabımız, rubl hesabımız, euro hesabımız, rubl hesabımız və bitcoin cüzdanımız görünür. Dostlar, sizdən məsələn Kingsway kimi saytlara yatırım etdikdə sizdən Payer deyək ki, settingdə ya da qeydiyyat zamanı sizdən Payer cüzdan kodunu istəsə, sizin Payer cüzdan kodunuz budur dostlar. Yəni bunu unutmayın. P ilə başlayan 7 rəqəmli, 8 rəqəmli koddur dostlar. Bu sizin cüzdan kodunuz sayılır. Yəni kimsə sizə pul göndərmək istəyirsə Payerinizə bunu ona verə bilərsiniz. Yəni onu deməklə kifayət edir dostlar. Burada proqramın gecə və gündüz rejimi var dostlar. İlk növbədə dostlar deyək ki, biz qeydiyyatdan keçdik və belə bir səhifə açılır. Nə etmək lazımdır? İndi bizim ikinci plan odur ki dostlar, biz öz kart hesabımızdan Payerə pul yükləmək lazımdır deyək. Və bunu yükləmək üçün dostlar ad düyməsi butonu var burada. Ada tıklayırıq dostlar və sıradan bir yəni minimum 1 yazıb və ad deyirik dostlar. Ad dedikdən sonra bizdən $1 və buradan vizanı, əgər biz vizadan göndərmək istəyirsə, bu hesaba yəni pul yatırmaq istəyirsə, viza dollar hesabına tıklayırıq. Gördüyünüz kimi $1 və bizdən 0.07 sent pul tutur dostlar. Təbii ki, bunu sizin yazdığınız, növbət səhifədə yazdığınız kart hesabımızdan $1 bu tutacaq və kartı onayladıqdan sonra həmin bu tutulan $1 sizin Payer hesabınıza oturacaq. Əks halda, yəni doğrulamadığınız halda bu $1 eynən olduğu kimi karta geri qaytarılacaq dostlar. Deməli, burada Payer'də biz gündəlik $5000 pul yatırıb çıxara bilərik. Limit və aylıq isə $15000 dostlar. Bəli dostlar, nə edirik? Bura nömrəmizi yazırıq. Deyək ki, sıradan bir nömrə 055 yazdıq deyək. 055 deyək yazdıq və confirm düyməsi basırıq. Ay, səhv oldu. Bir rəqəm, aha. Və confirm düyməsi basırıq dostlar.
Təbii ki, dostlar, sizin qarşınıza indi görək belə bir səhifə gələcək və siz bura öz kart kodunuzu, dostlar, burada kartın üstündə olan 16 rəqəmi yazasınız. Bura ayı yazasınız, kartın üstündə olan və il yazasınız, dostlar. Və burada kartın üstündə qeyd olunan adı yazmalısınız. Burada arxasında olan 3 rəqəm var, onu yazırsınız, dostlar. Və Pay butonuna basdıqda, yazdıqdan sonra sizə mesaj burada pəncərədə görsənəcək ki, sizin kartınızdan Pay bastığınızda, dostlar, sizin kartınızdan $1 götürəcək bu Payer və Payer hesabına oturmayacaq və burada səhv yazacaq, yəni rədd ediləcək, yəni təklifiniz və burada göstərəcək ki, siz kartı onaylamalısınız belə bir səhifədə və burada şəkil yüklə buton olacaq və buradan öz şəklinizi yükləməlisiniz ki, sizin kartınızı onaylasınlar, dostlar. Uzağı bir gün vaxt gedər ki, onaylayırlar. Sizə onu deyim ki, necə bir şəkil yükləməlisiniz, dostlar. Belə bir şəkil yükləməlisiniz. Bir əlinizdə, deməli, bir əlinizdə şəxsiyyət vəsiqəsi, yəni bir əlinizdə isə deyək ki, bu düzdür, test üçündür. Deyək ki, sizin həmin viza kartınız burada düzdür, Mastercarddır. Mastercard burada işləmir, dostlar. Onu da sizə bilim. Yəni bu göstərmək üçün bu şəkli mən sizə göstərirəm. Yəni bu tip formada onlara şəkil göndərməlisiniz. Təbii ki, elə bir şəkil olmalıdır ki, burada kart daneləri, məlumatlar oxunsun və özünüz də aydın görünəsiniz, dostlar. Və göndərdikdən sonra göndərirsiniz. Burada yazılır ki, 4 saat ilə 24 saat arası, yəni bir gün arası yoxlanma işi gedəcək və sizə mailinizə və hətta Payer cüzdanınıza bir support səhifəsində bir mesaj gələcək ki, onaylandı. Və təbii ki, onaylandıqdan sonra, dostlar, bir saniyə görün, mən də burada bir saniyə burada mən sizə göstərərdim, görək məndə hardadır, dostlar, onaylanma. Aha, baxın, burada belə bir şey, yəni $1 mənim hesabıma oturdu və belə bir işarə gələcək ki, onaylandı sizin viza kartınız. Hətta girəndə görəcəksiniz, $1 bura oturdusa, demək hesabınız onaylanmış sayılır, dostlar. Dostlar, bu çox o qədər də çətin deyil, çox rahatdır. Hətta siz bir dostunuzun da Payer hesabına pul göndərə bilərsiniz. Bunun üçün nəinki dostunuzun, hətta viza kartınıza da deyək ki, sizin $10 var və bunu viza kartınıza göndərmək istəyirsiniz və buradan transfer butonuna tıklayırıq, dostlar. Deyək ki, mən $10 göndərirəm hər hansı bir Payer istifadə edən dostuma. Təbii ki, o dostumuzun Payer kodunu, yəni biz bura yazırıq, o bilməliyik, yəni. Və yazdıqdan sonra görürsünüz, Payerdən Payerə 0.10 sent pul tutur. Yəni bu da elə belə bir şeydir və sent deyirik. Bir saniyə içində pul tamamilə dostunuza göndərilir. Və deyək ki, öz viza kartımıza çıxartmaq istəyirik. Hətta Mastercardda çıxarda bilərik. Düzdür, Mastercarddan bura pul qoya bilmirik, ancaq Mastercardda pul çıxarda bilirik. Deyək ki, vizaya pul göndəririk. Təbii ki, $10 yazırıq, vizanı seçirik və viza kartımızın üstündə olan 16 rəqəmi yazırıq, dostlar. Və burada həmin adı, kartın üstündə olan adı yazırıq. Burada vizaya göndərilən kartlar üçün təbii ki, biraz komisyon çox tutulur. Yəni ki, gördüyünüz kimi $6 komisyon tutulur. Yəni $10 göndərirsək, bizə $4.59 pul oturacaq komissiya olaraq. Təbii ki, bunun 10%'ında bizim vericilərimiz tutacaq. Bizə çatan buradan $3 nə olacaq, nə yox, dostlar. Dostlar, biz sizə bir şey də göstərim. Nəinki burada viza, hətta siz başqa Okpaya, Giviyə və Adkaşa da göndərə bilərsiniz. Burada olan bütün cüzdanlara göndərə bilirsiniz, yəni bir saniyə içində. Bir də bizim yəni bu pulu komissiyası çox olduğu üçün, yəni göndərəndə komissiya tutur və hətta bizim viza kartımıza oturduqdan sonra bizim vericilər 10% tutur, dostlar. Yəni onu bilin, nəzərə alın. Sonra deməyin niyə pul az oturdu. Yəni bu pulun, oturacaq pulun 10%'ni vericilər tutur. Sizə məsləhətim budur ki, buradan My Cards'a daxil olarsınız. Yəni sonralar pul balansınızda pul olduqdan sonra və buradan Payer'in öz rəsmi
Visa kartını sifariş edəsiniz. Visa Master kartını. Niyə? Çünki bu kartı sifariş etmək üçün təbii ki, buradakı doldururuq, plastik karta qoyuruq, edirik və burada var 44 dollar, 45 dollar verirsə 1 həftə içində gəlir kart bizə. 9 dollar verirsə 1 ay ərzində bizim kart əlimizdə olur dostlar. Və bunun üçün də bizim balansımızda deyə bunu alırıqsa bizim balansımızda burada 9 dollar neçə sentsə pul olmalıdır. 10 dollar pul olmalıdır. Təbii ki, biz Payerin kartını sifariş etdikdən sonra biz Azərbaycanda bu kartı bankomatlardan biraz çıxartmaq, pul çıxartmaq çətin olacaq. Niyə? Çünki bizim bankomatlar dollar hesablı, yəni çox bankomatlarda dollar yüklənmədiyi üçün biz bu kart vasitəsilə bankomatlardan dollar çıxarda bilməyəcəyik. Təbii ki, bank kassalarına yaxınlaşaraq biz pulumuzu istəyə bilərik bu kartı verərək. Düzdür, artıq bizdən vergi tutulmayacaq bu kartdan istifadə etdiyimiz halda, yəni 10% biz buradan həlləkçilik qabağa düşürük və təbii ki, bu komisyon haqları da bizim cibimizdə qalır dostlar. Təbii ki, bankomatdan çıxardası olsaq bu kart vasitəsilə sadəcə dollar, yəni 100 dollar başına 1 dollar komissiya tutacaq. Bu da normal haldır, yəni bu məcburidir dostlar. Ondan başqa dostlar, burada ixtiyarçası var. Yəni mənim burada 10 dollarım var və mən bunu rubl karşılığıma göndərmək istəyirəmsə, buradan Payer dollarını seçib dostlar 10 dollar deyib və Payerin rubluna. Yəni mən bu 10 dolları Payer rubl atarsam 554 rubl mənim bu cüzdandan, yəni bu valyutadan bu valyutaya konvert olunmuş olacaq dostlar. Yəni çox istifadəsi çox rahatdır dostlar. Hər hansı bir sıxıntınız olarsa, yəni buradan onlara new disk açaraq onlara dərdinizi, problemlərinizi yaza bilərsiniz. Hətta qaranlıq bir şey qalsa videonun altından yorum qismində yaza bilərsiniz dostlar. Düzdür, hərdən bizim bankomat kartları ilə biraz problemlər yaşanır. Yəni nə kimi problemlər? Çox vaxt məsələn bura 100 dollar qoymaq istəyirsiniz, deyək. Bilmirəm bu kartın problemidir yoxsa bankımızın problemidir. 100 dollar qoymaq istəyiriksə 100 dolları rədd edir. Yəni summa böyük summa yazdıqda oturmur. Gərək məcbur 35, 40, 50 dollar atmaq olar. Yəni əsas odur ki, ata biləsən və buradan da Kicksways investor yatırım saytımıza yükləyib siz gündəlik pulunuzu qazana bilərsiniz. Məsələn 233 dollar yatırıma əlbəttə ki, gündə 20 dollar siz pul qazanasınız və gündəlik qazancınızı Payer hesabınıza göndərə bilərsiniz. Buradan baxa bilərik dostlar, yəni dəqiq olsun deyəm. Yəni hər gün sizə bu investor saytı pul verir. Və görürsünüz, Payer hesabıma pul çıxardıram 9 dollar, 6 dollar, 3 dollar, 15 dollar, 14 dollar, 11 dollar. Yəni mən bu pulları ayrı-ayrılıqda qoyduğum vaxtlar üçün ona görə bu pullar xırda-xırda gəlir. Əslində mənim 233 dollarıma gələn depozit təbii ki 20 dollar neçə sentsə bilmirəm. 233 dollara mən gündə 20 dollar 97 sent pul götürürəm dostlar. Və depozitli qoymaq üçün bura məbləğimizi yazırıq, deyək 10 dollar qoymaq istəyirik, yazırıq və Payer butonuna tıklayaraq make deposit deyirik və ondan sonra onaylayırıq. Təbii ki, bizim Payerimizdə həmin məbləğ olduğu halda depozit bura oturacaq. Bu qədər. Payer linkini aşağıdan sizə qeyd edəcəm. Oradan daxil olaraq qeydiyyat ola bilərsiniz və hətta investor saytına Kicksway'də qeydiyyat üçün link atacağım. Gündəlik pulunuzu qazana bilərsiniz dostlar. 10 dollar qoyaraq hər gün, yəni ömürlük gündə 1 dollar, yəni ömürlük dedikdə sayt açana qədər işləyirsə siz o qədər vaxt gündə 0.90 sent pul qazana bilərsiniz dostlar. Deyə 12 dollar yatırım etdiniz, hər gün 1 dollar 8 sent sizin Payer hesabınıza gələcək. Yəni çox rahat bir saniyənin içində. Çox sağ olun, diqqətiniz üçün minnətdaram.